Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul ugdeten min lisani yefkahu kavli. Esselamu aleyküm eyyuhel mu'minun. An Ebi Hureyre'te enne Resulullah sallallahu aleyhi ve sellem قال اكثروا من ذكر هازم اللذات اكثروا من ذكر هازم اللذات Lezzetleri yok eden ölümü çok hatırlayın. Lezzetleri yok eden ölümü çok hatırlayın. Laqinu mevtakum la ilahe illallah. Ölmək üzere olanlara la ilahe illallah kəlməsini təlqin edin. Mən kənə axiru kəlamihi la ilahe illallah dəxaləl cənnə. Ölmədən əvvəl sözü la ilahe illallah olan kimsə cənnətə gedər. ما من الناس من مسلم يتوفى له ثلاثة لم يبلغ الحنس إلا أدخله الله الجنة بفضل رحمته إياهم. Həddi buluğa çatmadan 3 övladı vəfat edən hər müsəlman ana ataya Allah rəhməti ilə və fəzli ilə cənnətə qoyar onları. Demək ki, yəni evlat acısı çox ağır acı olduğu üçün onu da ata-ana çəkdiyi üçün o ağır acının müqabilində demək ki, onlara cənnət verilir. Müslümdə keçir hədisimiz. An Enesin radiyallahu anhu qalə Mərrə Rasulullah bi imra'atin təbki فقال اتق الله واصبري فقالت إليك عني. Allah Resulü sallallahu aleyhi ve sellem bir qadının yanına gəldi. O qadın övladını itirmişdi. Onun üçün ağlayırdı. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdular ki, ey qadın, Allah'tan çəkin və səbr et. O da dedi ki, məndən uzaqlaş. فَاِنَّكَ لَمْ تُصِبْ بِمُصِبَّتِ Mənim başıma gələnlər sənin başına gəlməmişdir. وَلَمْ تَعْرِفُ Sən məni tanımırsan da. فَقِيلَ لَهَا اِنَّهُ نَبِيٌّ فَلَمْ تَعْرِفُ Qadın Peyğəmbəri tanımamışdı. فَقِيلَ لَهَا Qadına deyildi ki, اِنَّهُ النَّبِيُّ sallallahu aleyhi ve sellem O Peyğəmbər sallallahu aleyhi ve sellem'dir. فَأَتَتْ بَابَهُ فَلَمْ تَجُدْ عِنْدَهُ بَوَّابِينَ فَقَالَتْ لَمْ عَرِفَهُ فَقَالَ اِنَّمَا الصَّبْرُ عِنْدَ صَدْمَةُ الْعُولَى Yəni Peyğəmbərin qapısına gəldi və dedi ki, mən sizi tanımamışdım, ona görə belə söylədim. Həzrət Peyğəmbər də deyir ki, səbir insanın başına müsibət ilk gəldiyi anda olur. Səbir, demək ki, nəfsimizə elə alışdırmalıyıq ki, başımıza gələcək müsibətlərə hazır olmalıyıq. Gəldiyi zamanda səbirlə qarşılamaq lazımdır. Yəni birinci üsyan eləyirsən, sonra səbir eləyirsən, o səbir sayılmır. Səbir bəla başa ilk anda, gəldiyi anda göstərilirsə, səbir sayılır. مَا مِنْ رَجُلٍ مُسْلِمٍ يَمُوتُ فَيَقُومُ عَلَى جَنَازَتِهِ 40 رَجُلًا لَا يُشْرِكُونَ بِاللّٰهِ شَيْئًا إِلَّا شَفَّعَهُ اللّٰهُ فِيهِ Elə bir müsəlman yoxdur ki, vəfat etdiyi zaman onun cənazəsinə şirk qoşmayan 40 müsəlman iştirak edərsə, Allah bunların ölü haqqındakı dualarını qəbul edər. Allah onların ölü haqqındakı şəhadətini qəbul edər. Yəni elə bir müsəlman yoxdur ki, onun
vəfat etdiyi zaman onun cənazəsinə 40 müsəlman qatılıb və onun müsəlman olduğuna, onun mömin olduğuna şahidlik etdikləri zaman Allah Teala onların şahidliyini qəbul edər. Evet, yine keçmişdə, yine oxuyaq. An Əbi Qatədə radiyallahu anhu ənə Rasulullah murra aleyhi bi cənazetin fəqalə. Allah Rasulunun önündən birinə cənazə keçdi. Allah Rasulü buyurdu. Müstərihun və müstərahun minhu. Müstərih və müstərah ondandır. Nə deməkdir müstərih və müstərah? Yəni istirahət etdirilən və istirahət edən ondandır. Fəqalu ya Rasulallah, məl müstərihu vəl müstərahu minhu. Müstərih və müstərah minhu nə deməkdir? Fəqalə, əl-abdul mu'minu yəstərihu min nasabid dünya. Mömin vəfat etdiyi zaman dünya sıxıntılarından artıq istirahətə çəkilir. Çünki, möhtərəm qardaşlar, kafirin dünya vecini olmaz. Axmaq adamın dünya vecini olmaz. Onun dünyada dərdi də olmaz. Amma müsəlman, mömin dediyi zaman ailəsinin dərdini çəkər, qardaşının dərdini çəkər. Ona görə də yəni biz sadəcə namaz qıldıq, getdik, elədik, bundan iş bitmir. Müsəlmanların dərdləri ilə dərdlənməliyik, insanların dərdləri ilə dərdlənməliyik. Yəni onların da yüklərini daşımağa çalışmaq lazımdır. Ona görə də müsəlman bir anlamda dərdli insan deməkdir. İnsanların yükünü daşıyan insan deməkdir. Ona görə də mömin vəfat etdiyi zaman dünyanın sıxıntılarından istirahətə çəkilmiş olur. Amma facir adam isə vəl-abdul fəcir yəstərihu minhu libad. Yəni facir, fasıq, günahkar insanlar vəfat etdiyi zaman isə dünya onlardan istirahət edir. Çünki dünyanın başına oyun açır, insanların başına oyun açır, yüz cür haqlarında işlər görür. Vəl-bilad, ölkə də ondan nə olur? İstirahətlidir. Vəş-şəcəru, ağaçlar, vəd-dəvabu, heyvanlar. An Enesin radiyallahu anhu qalə, murra bi cənazətin fə usniyə aleyhə xayrən fəqalə nəbiyyullah vəcəbət, vəcəbət, vəcəbət. Bir cənazə keçdi, cəmaat o adam haqqında hüsn-ü niyyət etdilər. Nə yaxşı adam dedilər. Yaxşı adamdır dedilər. Allah Rasulü 3 dəfə vacib oldu, vacib oldu, vacib oldu dedi. Və murra bi cənazətin fə usniyə aleyhi şərran. Bir cənazə də keçdi, cəmaat dedilər ki, nə pis adamdır. Və qalə Rasulullah vəcəbət, vəcəbət, vəcəbət. Rasulullah yenə dedi, vacib oldu, vacib oldu, vacib oldu. Və qalə Umar, fədiyyə ləkə əbi və ummi mə vəcəbət. Anam, atam sənə fəda olsun, ey Allahın elçisi, Həzrət Ömər deyir. Nə vacib oldu? Və qalə Rasulullah, mən əsnəytum aleyhi xayran vəcəbət ləhul cənnə. Kimin haqqında xeyir, dua ilə xeyrə şahidlik etmişdinizsə, ona cənnət vacib oldu. Və mən əsnəytum aleyhi şərran vəcəbət ləhul nar. Kimin haqqında isə siz şər olaraq şahidlik etmişdiniz, onun haqqında da cəhənnəm vacib oldu. Əntum şühədəullah fil ard. Əntum şühədəullahu fil ard. Əntum şühədəullahu fil ard. Allah Rasulü yer üzərində 3 dəfə siz Allahın yer üzərindəki şahidlərisiniz. Siz Allahın yer üzərindəki şahidlərisiniz. Siz Allahın yer üzərindəki şahidlərisiniz buyurdu. Ravahul Xamsətu və Lafzun Nesaiyyü. Bunu Kutubu Xamsə rivayət etmişdir. Hədisi də Nesai rivayət etmişdir. Əl-mələikətu şühədəullahu fis-səmə və entum şühədəullahu fil-ard. Allahın mələkləri yerin göy üzündəki şahidləridir. Siz isə yer üzərindəki şahidlərisiniz. An Əsmə binti Yecidin qalət ləmmə tufiyə İbn Rasulullah İbrahim bəkə Rasulullah. Həzrət Peyğəmbərin oğlu İbrahim vəfat etdiyi zaman Allah Rasulü ağlamağa başladı.
فقال له المعزي إما أبو بكر أنت أحق من عزمه الله حقه. Əbu Bəkir və ya Ömər ona dedi, sən iki cahanda Allahın haqqına və ucalığına ən çox riayət edənsən dedi. Fəqalə Rasulullah tədma'ul ayn və yəhsunul qalb. Rasulullah sallallahu aleyhi və səlləm dedi, göz yaşarır, qəlb hüzünlənir. Və lə nəqulu mə yusxitur Rabbə. لولا أنه وعد صادق موعود جامع وأن الآخر تابع للأول لوجدنا عليك يا إبراهيم أفضل مما وجدنا وإنا بك لمحزونون. Rasulullah da buyurdu ki, göz yaşarır, qəlb isə məhzun olur. Biz Rəbbimizin razı olmayacağı bir söz söyləməyik. Yəni, indi cənazələrdə, nə bilim ki, Əzrailin gözü kör olsun, Allaha üsyan edəcək sözlər söyləmək olmaz. Amma insan yaxını üçün ciyəri yana bilər və ağlaya bilər. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm İbrahim üçün ağlamışdır. Amma nə deyir? Biz Rəbbimizin razı olmayacaq bir söz söyləmək. Yəni, üsyan kəlmələrini əsla və əsla söyləməmək lazımdır. Əgər ölüm başa gəlməsi qəti bir həqiqət və o da hər kəsin qarşılacağı bir şey olmasaydı və geridə qalanlar da öncəkilərin arxasından getməsəydi, ey İbrahim, indikindən daha çox üzüləcəkdik və biz sənin ölümündən ötürü üzgünük, məhzunuq ey İbrahim buyurdu. An Abdillah radiyallahu anhu enne Resulullah sallallahu aleyhi ve selleme qal. Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu. Men qaddeme selaseten lem yeblugul hulme kâne lehu husna hasinen minen nar. Kimin üç evladı həddi buluq yaşına çatmadan ahirete göndermiştirsə, o ona cəhənnəmdən hısn-ı hasin olur. Hısn-ı hasin ne deməkdir? Güclü bir qala olur. Qale Əbu Zər qaddəmtü isneyn. Əbu Zər dedi ki, iki uşağım vəfat etdi. Qale vasneyn. Allah Resulü iki uşağı üçün də belədir. Qale Ubey ibn Ka'bın seyyidül qurra. Ubey ibn Ka'b. Ubey ibn Ka'bı da bilirsiniz, qurraların əfəndisi sayılır. Qaddəmtü vahidən. Mən bir dənəsini göndərdim. Qale və vahidən. Bir dənə də elədir. Və lakin innəmə zəlikə indəmə sadmətül ulə. Ancaq bir şərt vardır ki, yəni Allah Teala bunları aldığı zaman səbri ilk anda göstərmək şərti ilə. Uzkuru məhasinə məvtəkum və kuffu an məsəvihim. Ölülərinizin yaxşılıqlarını xatırlayın, pisliklərini isə sadalamayın, uzaq durun. An Əbi Musa radiyallahu anhu anin Nəbiyyi sallallahu aleyhi və səlləmə qal İzə mətə vələdul abdi qaləllahu li mələikətihi. Bir qulun övladı vəfat etdiyi zaman uca Allah mələklərinə buyurar, qabattum vələdə abdi, qulumun övladını mı aldınız? Fəyəqulunə nam, onlar bəli deyirlər. Fəyəqulu qabattum səmərətə fuadihi, deyir, Allah-u Teala buyurur ki, onun qəlbinin meyvəsini mi qopartdınız? Fəyəqulunə nam, onlar bəli deyirlər. Fəyəqulu mədə qalə abdi, qulun bəs nə dedi? Fəyəqulunə hamidəkə və starca'a, həmd etdi və sənə yönəldi. Fəyəqulullahı ibnu li abdi beytən fil cənnəti və səmmu beytəl hamd. Qulum üçün cənnətdə bir ev tikin və onu həmd evidir, şükür evi adını qoyun.
اللهم رب هذه الدعوة التامة والصلاة القائمة آت محمدا الوسيلة والفضيلة والدرجة الرفيعة وبعث اللهم مقاما محمودا الذي وعدته إنك لا تخلف الميعاد. عن أبي هريرة رضي الله عنه قال رسول الله أسرعوا بالجنازة فإن تك صالحة فخير تقدمونها إليه وإن تك غير ذلك فشر تضعونه عن رقابكم. Cenazəni sürətlə aparın. Eğer o yaxşı birisi ise bir an önce aparılmasında xeyir var. Onu xeyrə çatdırmış olarsınız. Yox, eğer pis insan ise bu bir şərdir və siz də bir an önce onu çiğinlerinizden indirmiş olarsınız. An Ebi Sa'idin el-Hudri radıyallahu anhu enne Resulullah sallallahu aleyhi ve selleme kal İzâ vudi'atil cenazetu vahtemeleher ricalu ala a'naqihim fe in kânet salihaten kâlet qaddimûni. Cenaze çiğinlere götürüldüğü zaman ve insanlar onu taşıdıkta çiğinlerinde ve in kânet salihaten, eğer cenaze salih bir insan ise qalet qaddimuni məni tez aparın. Ve in kânet gayre salihatin, eğer salih bir insan değildirse qalet ya veyleha eyne yezhabune biha, yazıklar olsun, məni hara aparırsınız deyər. Yesma'u savtaha kullu şeyin illel insan. Onun sesini herkes eşidir ancak insan hariç. Velev semi'aha lesa'iqa. Eğer insanlar onun seslerini eşitseydi ürəkləri gedib yerə yıxılardılar. An Ebi Hureyre radıyallahu anhu qala Resulullah sallallahu aleyhi ve sellem, Ebu Hureyre radıyallahu anh'tan rivayet olundukça Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu. İnna Allah Teala qala men adali veliyen faqad azantuhu bil harb. Kim bir mənim vəli quluma qarşı, uca Allah buyurur ki, kim mənim bir vəli quluma qarşı düşmənçilik bəsləyərsə, düşmənlik edərsə, faqad azantuhu bil harb. Mən ona hərb açaram. وَمَا تَقَرَّبَ إِلَيَّ عَبْدِي بِشَيْءٍ أَحَبَّ إِلَيَّ مِمَّا افْتَرَضْتُهُ. Qulum mənə ancaq fərz qıldığım şeylərlə yaxınlaşar. وَمَا يَزَالُ عَبْدِي يَتَقَرَّبُ إِلَيَّ بِالنَّوَافِلِ. Qulum mənə nafilə ibadətlərlə yaxınlaşmağa davam edərsə, hatta uhibbahu, mən onu sevərəm. فَإِذَا أَحْبَبْتُهُ, eğer onu sevərəmsə, kuntu sema'ahu'llezî yesma'u bihi, eşidən qulaq oluram. Və basaruhu'llezî yubsiru bihi, görən gözü olaram. Və yedahu'llezî yabtushu biha, tutan əli olaram. Və riclehu'llezî yemşi biha, gedən ayağı olaram. Və in sa'alani la'utiyannahu, eğer qulum məndən bir şey istəsə o dəqiqə verərəm. Və la in ista'adani la'uidannahu, eğer məndən istiazə, yəni sığınma tələb edərsə onu sığındıraram. وَمَا تَرَدَّدْتُ عَنْ شَيْءٍ أَنَا فَاعِلُهُ تَرَدُّدِي عَنْ نَفْسِ الْمُؤْمِنِ يَكْرَهُ الْمَوْتَ وَأَنَا أَكْرَهُ مَسَاءَتَهُ. İcraat və təsərrüfümdə müminin ruhunu alarkən tərəddüd etdiyim qədər heç bir işdə tərəddüd etmərəm. Yəni uca Allah müminin ruhunu alarkən tərəddüd etdiyim qədər heç bir işdə tərəddüd etməm. O ölümdən xoşlanmaz, mən də onun ölüm acısına maruz qalmasından xoşlanmaram. Buxari hədisidir. An Aişətə radiyallahu anhə enne raculen ətə Rasulullah sallallahu aleyhi və səlləmə qal Ya Resulallah, inne ummi uftütület nəfsəhə və ləm tusi və azunnuha ləv təkəlləmət təsaddaqat əfələhə əcrun in təsaddaqtu anhə qalə naam. Bir adam Peyğəmbəri sallallahu aleyhi və səlləmə gələrək, ey Allahın Rəsulu, anam anidən vəfat etdi və bir vəsiyyət də edə bilmədi.
Vəsiyyət etmək sünnətdir möminlərəm qardaşlar, bilirsiniz. Yəni, müminin ölmədən öncə vəsiyyət etməsi lazımdır. Vəsiyyətini yazması lazımdır. İndi bu da söyləyir ki, ey Allahın Rasulü, anam anidən vəfat etdi və bir vəsiyyət də edə bilmədi. Günümüzdə də ani ölümlər çoxalıb. Elə sanıram ki, əgər danışa bilsəydi, sədəqə verilməsini istəyərdi. İndi mən onun adına malından sədəqə versəm, bir savab olurmu onun üçün? Peyğəmbər sallallahu aleyhi və səlləm bəli olur deyə cavab verdi. Hədisimiz Müslümdə keçir. Kuntu nəhaytukum an ziyarətil qubur. Mən sizi qəbir ziyarətlərindən nəhy etmişdim, yasaklamışdım, qadağan etmişdim. Fakat uzine li Muhammedin fi ziyareti qabri ummihi fezuruha. Muhammedin anasının qəbrini ziyarət etməsinə ona izin verildi. Siz də ölülərinizin qəbrini ziyarət edin. Fe innaha tuzakkirul ahirə. Çünki o ahireti xatırladır. An İbn Abbas radıyallahu anhuma قال مر Resulullah sallallahu aleyhi ve sellem bi kuburul Medineti. Allah Resulü sallallahu aleyhi ve sellem Medine qəbrinə getdi. Fe aqbal aleyhim bi vecihi faqal. Ora yönəldi və belə dedi: Esselamu aleyküm ya ehlel kubur. Ey qəbir əhli, sizə salamlar olsun. Salam sizin üzərinizə olsun. Yağfirullahu lana və lakum. Allah sizi də, bizi də əff etsin. Entum selefuna və nahnu bil əsəri. Siz bizdən öncə bura gəldiniz, biz də sizin arxanızdan bura gələcəyik. Siz bizdən əvvəl gəldiniz, biz də sizin arxanızca gələcəyik. İnne'ş-şeytane kad yeyse en ya'budahul musallinne velakinne fit-tahrişi beynehum. Şeytan namaz kılanların özünə ibadət etmələrindən ümidi kəsdi. Ancaq aralarında fitnə çıxarmaq surətilə bir-birinə qarşı onları bir-birinə qarşı təşviq edəcəkdir. Təşviq etməkdən geri qalmayacaqdır. An Ebi Zerrin radıyallahu anhu enne Resulullah sallallahu aleyhi ve sellem kal inne ba'di min ummeti ev seyekunu ba'di min ummeti qammun yakraunel Kur'ana la yücevzu halaqimehum yahrucune mineddin kema yahrucu sehmu minel ramiyyeti sümme la yaudune fihi hum şerrul halqi vel halikati. Məndən sonra ümmətim arasından insanlar çıxacaqdır ki, Kur'an'ı oxuyacaqlardır və Kur'an onların hülqumundan aşağı getməyəcəkdir. Oxun yaydan çıxdığı kimi dindən çıxacaqlardır və geri dönməyəcəklərdir. Onlar məxluqatın şərliləridirlər. Şərli insanları. An Ebi Hureyre radıyallahu anhu anin Nebi sallallahu aleyhi ve selleme qal yahrucu fi ahiriz zaman ricalun yahtuluned dünya biddin yelbesune linnâsi culude da'ni minellin ve elsinetuhum ahla mines sukkar ve kulubuhum kulubuz ziyab. Yekulullahu azze ve cel ebiye yagtarrun em aleyye yecteriyune
فَبِي خَلَقْتُ لَأُبْعَسَنَّ عَلَى اُولَٰئِكَ مِنْهُمْ فِتْنَةً تَدَعُ الْحَلِيمَ مِنْهُ hayranın. Ahır zamanda elə adamlar çıxacaq ki, dinlərini dünya mənfəətləri qarşılığında satacaqlar. Bunlar yumuşaq görünmək üçün qoyun cildinə bürünəcəklər. Dilləri qənddən, şəkərdən daha şirin, fəqət qəlbləri qurd qəlbi kimi qatı olacaqdır. Allah-u Teala bunlar haqqında belə buyurur. Bunlar mənim rəhmət və şəfqətimə baxıb aldanırlarmı? Yoxsa mənə qarşı çıxma cürətini mi göstərirlər? Öz adıma yemin edərəm ki, and içərəm ki, onlara öz içlərindən elə bir bəla, fitnə müsallat edəcəyəm ki, ən yumuşaq xasiyyətli olanı belə heyran qoyacaqdır. Ən yumuşaq xasiyyətli olan belə bu məsələyə heyran qalacaq. An Əbi Hureyrə radiyallahu anhu enne Resulullah sallallahu aleyhi ve sellem yaqul yeteqarabu zaman ve yenqusul amal ve yulqaş-şuhu ve tazharul fiten ve yaksurul harcu qalu ya Resulullah eyyumma huve qala el-qatlu zaman yaxınlaşacaq, qiyamət yaxınlaşacaq, xeyirli işlər azalacaq, xəsislik çoxalacaq, fitnələr çıxacaq, hərcü-mərc artacaq. Sahabilər hərcü-mərc nədir ya Resulullah deyildi, o da öldürmək buyurdu. La tequmu saatu hatta la yuqale fil ardı Allah Allah. Yeryüzünde Allah Allah deyildiği müddetçe kıyamet kopmayacaktır. An Enes ibn Malik'in enne Resulullah kal la yezdadul emru illa şiddeten. İslamı yaşamak getdikcə çətinləşəcək. وَلَا dünya illə idbarən. Dünya müsəlmanlara arxa çevirəcək. وَلَا النَّاسِ illə şuhan. İnsanlarda xəsislik artacaq, hırs artacaq, tamah artacaq. وَلَا تَقُمُ السَّاعَةُ illə عَلَى شِرَارِ النَّاسِ. Qiyamət ancaq insanların şərliləri üzərinə qopacaqdır. An Ebi Hureyre radiyallahu anhu enne Resulullah sallallahu aleyhi ve sellem قال İnnekum fi zamanin men teraka minkum uşran ma umira bihi halaka sümme ye'ti zamanun men amile minkum bi uşrin ma umira bihi neca. Sizler elə bir zamanda yaşayırsınız ki, içinizden biri özünə əmr edilənin onda birini tərk edərsə məhv olurdu. Fəqət elə bir zaman gələcəkdir ki, müsəlmanlardan özünə əmr edilən şeylərdən onda birini edən kimsə qurtulmuş olacaqdır. An Zeynəb binti Cahşin radiyallahu anha ennehu qile li Rasulillah en nuhliku ve fîne salihun qale naam izâ kesiral xabas. Peygamberimiz sallallahu aleyhi ve selleme İçimizde yaxşı insanlar varken biz həlak olacaq mıyız deyə soruşuldu. Peygamber, bəli, ahlaqsızlıq və günah çoxaldığı zaman həlak olursunuz buyurdu. Selamun aleyküm ve elhamdülillah.